Valideynlər uşaqlarını peyvənd etdirmənin doğru qərar olduğunu desələr də, digərlərinə görə bu zərərlidir. Bəs peyvənd nədir? Hansı xəstəliklərə qarşı peyvəndlənmə aparılır? Peyvəndlərin yan təsirləri nələrdir? Əməkdaşımız Arzu Aliyar bu və digər suallara cavab tapmağa çalışıb. Arzu, salam, hər vaxtın xeyirli olsun, buyur sənə eşitək. Hər vaxtınız xeyir, mən də sizləri salamlayıram. Bəli, bildiyimiz kimi bakteriya və virus kimi mikroblar orqanizmə daxil olduğu halda çoxalaraq infeksiya halına gələ bilirlər. Nəticədə isə bu birbaşa olaraq immunitet sisteminə təsir göstərə bilir. Bu hal isə xüsusilə uşaqlarda özünü daha çox biruzə verir. Çünki uşaqlar və körpələrin immunitetləri böyüklərə nisbətən daha zəif olduğundan bu dövrdə onlar daha çox yoluxucu xəstəliklərə tutula bilirlər. Qeyd edim ki, peyvənd vurulduqda isə bu bakteriya və virus kimi mikroblarla mübarizə apararaq immunitet sistemini yaxşılaşdırmağa daha çox kömək edir. Bəzi valideynlər körpələrə peyvənd vurulmağının tərəfdarı olsa da, bəziləri isə bunun ciddi şəkildə uşaqlara ziyan olduğunu fikirləşərək peyvənddən boyun qaçırdırlar. Pediatr Salatın Əliyeva var. Salatın xanım, xoş gördük sizi. Azərbaycanda uşaqlar və körpələr üçün hansı peyvəndlər var? Ümumilikdə peyvənd vurulmamağının uşaqlara necə təsiri var? Detalları sizdən eşidək. Doğum evində uşaqlara vərəm əleyhinə hepatit B peyvəndi vurulur. Davamı isə 2 ayından başlayaraq poliklinikalarda uşaqlar, yeni doğulan uşaqlar üçün deməli difteriya, göy öskürək, tetanus, hemofilus, B tipli hemofilus infeksiyası, hepatit B əleyhinə peyvənd vurulur. 1 yaş və 6 yaşında artıq QPM peyvəndi, qızılca məxmərək parotit peyvəndi vurulur. Bütün bu peyvəndlər uşaqları ağır xəstəliklərdən, infeksiyalardan qoruyur. Peyvəndlər peyvənd bioloji fəal maddələrdir ki, bunlar orqanizmə yerilərək həmin xəstəliyə qarşı immunitet yaradır və bu immunitet orqanizmdə həmin mikrobu qəbul edərkən, uşaq tutarkən o xəstəlikdən qoruyur, infeksiyanın tutmasının qarşısını alır, tutursa da yüngül keçirməsinə səbəb olur. Ümumiyyətlə, hələ 100 illər bundan əvvəl ağır xəstəliklər olan, ölümlərə səbəb olan poliomiyelit, difteriya, çiçək kimi xəstəliklər sırf peyvəndlər sayəsində nəsli kökü kəsilmişdir. Hal-hazırda biz peyvəndlə poliklinikalarda uşaqları qorumaq üçün peyvəndlər edirik və bu peyvəndlər uşaqları ağır infeksiyalardan qoruyur. Peyvənd edək, uşaqlarımız sağlam olsun. Çox təşəkkür.